Kanalımıza müraciət edən İsmail rayon sakini Qərəfil Osmanova bildirir ki, Fövqəladə Hallar Nazirliyi sonuncu zəlzələdən sonra ona ev tikib veribdir. Ancaq evin nə qazı çəkilməyib, nə suyu çəkilməyib. Hazırda özü də işsizdir, xəstədir. Əvvəl atasının himayəsində idi. Atası dünyasını dəyişdikdən sonra konkret olaraq köməksiz vəziyyətdə qalıb. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, rayon icra hakimiyyəti və sair qurumlara, məşğulluq idarəsi və s. onu hər hansı bir işlə təmin etməyiblər. Eyni zamanda keçmiş həyat yoldaşı tərəfindən də təhdid olunduğunu bildirir. Buna görə də rayonunda hüquq mühafizə orqanlarından, ölkənin hüquq mühafizə orqanları rəhbərlərinə müraciət edərək xahiş edir ki, o adamın ondan aralı saxlanmasını təmin etsinlər və xahiş edir ki, onu heç olmasa kamarxozlar süpürgəçi işi ilə də olsa təmin etsinlər. Gəlin indi şikayətçinin özünü dinləyək, onun fikirlərini öz dilindən eşidək. Xahiş edirik, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Mən Osmanova Qərəfil, qərib qızı, İsmail rayon Aşağıbaş kəndində yaşayıram. Tək yaşayıram. Zəlzələ ilə bağlı fövqəladə mənə ev tikdi 2019-cu ildə. Amma mənə nə su çəkmədilər, nə qaz çəkmədilər. Soyuqdan donuram. Heç yerdən də gəlirim yoxdur. Atam əvvəllər sağ idi, Osmanov Qərib İsavoğlu. Atam pensiya alırdı, dolanırdı. Atam rəhmətə gedəndən sonra pensiya kəsildi. Heç yerə də işləmirəm, pis vəziyyətdə dolanıram. Heç bir yerdən gəlirim yoxdur. Dəfələrlə İsmail rayonunun məşğulluq idarəsinə getmişəm ki, kamarxozda mənə bir süpürgəçilik verin. Oranın müdürü Mehman mənə iş verməyib ki, sən buranın qeydiyyatında deyilsən. Azərbaycan vətəndaşıyım da, mən də nə olar mənə bir iş verilsin. İsmail rayon icra hakimiyyətinə getmişəm ki, mənə köməklik eləyin, dəfələrlə getmişəm. Mənə başdan eləyiblər, köməklik eləmirlər. Evim qəzalı vəziyyətdə, pis vəziyyətdə, uçub dağılır, suyum yox, qazım yox. Qış oldu, doğuram soğuqdan, heç yerdən də gəlirim yoxdur, işsizəm. Evin içində at susuzam, işsizəm. Qalmışam belə, məzarlıqlara gedirəm ki, bəlkə kimsə gələr, nəsə qoyar halvadan, konfetdən, ya bir manat mənə pul verər, çöləyi pul, belə dolanaram, yoxdur imkanım. Bir də xahiş eləyirəm Vilayət Eyvazovda, Azərbaycanın prezidenti Cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan mənə köməklik eləsinlər, işlə məni təmin eləsinlər. İsmail rayonunun kamarxoz idarəsində mənə bir süpürgəçilik də olsa verilsin, bir də mənim suyumu, qazımı çəksinlər, bir də məni xahiş edirəm evim remont olunsun. Evim də uçub qəzalı vəziyyətdədir, pis vəziyyətdədir, özüm də dolana bilmirəm. Beləncə, xahiş edirəm Azərbaycanın prezidentindən, Mehriban xanım Əliyevadan, Cənab Prezident İlham Əliyevdən, Vilayət Eyvazovdan, bütün Azərbaycan xalqından mənə köməklik eləsinlər, suyumu, qazımı çəkməyə. Qərəfil xanım, üzr istəyirəm. Siz Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova müraciət etdiniz. Bu müraciətiniz nə ilə bağlı? O cinayət işlərlə baxır, hansısa başqa bir problemli məsələlərə baxır. İndi də deyəcəm, bir də 2021-ci ildə Qalıncaq kəndinin sakini Kərimov Seymur Oqtayoğlu ilə qeyri-rəsmi ailə həyatı qurdum. Kərimov Seymur Oqtayoğlu mənə çox ziyanlar vurdu. Mənim hətta bütün evimin əşyalarını soydu, soqqaladı, apardı, yığdı anasının evinə. Hətta mənim 1000 manat evdən pulumu uğurladı. 300 manat atamın pensiyası idi, 600 manat ölüm pulu idi, 100 manata özüm İsmail rayonunda Elay restoranında işləmişdim, oradan idi. Dedim ki, suyumu çəkərəm, qazımı çəkərəm, Seymur uğradı onu apardı. Mənə küllü miqdarda ziyan vurdu. Mənim 50 toğumu, 30 ördəyimi, 10 qazımı çaqqala yem elədi. Ağzına gələni mənə deyir, hal-hazırda da mənə rahat yaşamağa buraxmır, mənə nalayıq ifadələr deyir. İsmail rayonu polis idarələrə dəfələrlə şikayət eləmişəm, şikayətimə baxmırlar. Bununla da Seymurun ürəyi soymadı. 2021-ci ilin dekabr ayının 28-i qonşusu Məcidov Mais İlyazoğlu'nun evimə gətirtərək məni məcbur maisi 600 manata satdı. Yenə də mənim İsmail rayonu polisləri, prokurorun müstəntiqi Orxan, İsmail məhkəməsi şikayətimə baxmadı. Buradan üzümü tuturam Azərbaycanın prezidenti Cənab İlham Əliyevə, Mehriban xanım Əliyeviyə, Vilayət Eyvazova mənə köməklik eləsinlər, bu Seymurun qarşısı alınsın, məndən uzaq dursun, məndən əl çəksin, mənə vurduğu ziyanı ödəsin. Bu insan mənə küllü miqdarda ziyan vurub, mənim bugünkü günmə düşməyə səbəbkar olan odur.
Bir də yenə bütün Azərbaycan xalqından kömək istəyirəm ki, mənə köməklik eləsinlər, suyumu qazımı çəkməyə, evimin remontu olunmağa, cənab prezidentdən də, Mehriban xanım Əliyevadan da kömək istəyirəm. Bütün imkanlı şəxslərdən ki, bax, pis vəziyyətdə qalmışam. Bir də İsmayılı rayon icra hakimiyyəti Nahid Rızaoğlu Bağırovdan da kömək istəyirəm ki, mənə köməklik eləsin, suyumu qazımı çəkməyə, mənə İsmayılı rayonunun Kamarxoz idarəsində iş versin. Göndərdi mənə icra müavini Qiyas İlyasoğlu ki, getkinə, mən göndərirəm sənə, Mehman sənə iş versin. Məşğulluğun müdürü getdi mənə dedi ki, get idman kompleksdə. Mən idman kompleksində başuza dönüm, idmançı deyiləm, mən üzgüçü deyiləm. Mən də istəmədim. Mən ancaq İsmayılı rayonunda istəyirəm süpürgəçiliyi, Kamarxoz idarəsində mənə süpürgəçiliyi verilsin. Axır bir çörək pulumu çıxartım. Xahiş eləyirəm ki, mənə köməklik eləsinə, mənə Mehman da iş versin, işləyəm. Mən bir də istədiyim budur. Bir də xahiş eləyirəm ki, İsmayılı rayonunun polisləri Seymurun mənə vurduğu ziyanı ona ödətsinlər. Seymur hazırda yenə sizi narahat edir, evinizə gəlir. Seymur mənə narahat eləyir, mənə nalayı ifadələr verir, deyir, səni öldürəcəm, sənin başını kəsəcəm, mənim anam polisdən qorxmuyor, hamısı bizə tabidir. Onun anası yalandan, bax deyim, pulu ola-ola gətirib çəkiliş edir ki, imkanım yoxdur, cəmaatı da barmağına dolur. Yəni bu Seymurun mənə vurduğu ziyanı deyirəm ki, cənab prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirəm, cənab Vilayət Eyvazovdan ki, İsmayılı polislərinə desinlər, Seymur Oktay oğlunu mənə vurduğu ziyanı ona ödətsinlər. Xahiş edirəm, bir də məni narahat eləməsin, mənim qapıma gəlməsin, məni söyməsin, Mayısla qoşalaşıb mənim qapıma gəlirlər. O Mayıs özü də əl çəkmirdi ki, mən bu qərənfili öldürəcəm, bu öyü satacam. Böyü də mənə zəlzələ ilə bağlı fövqəladə tikib, hökumətin evidir. Mənim ona da heç kimi ixtiyarı satmağa. Seymurla Mayıs mənə rahatlıq vermir. Mənim də şikayətimə İsmayılı rayonu nə polisləri, nə prokuroru, nə məhkəməsi baxmır. Pis vəziyyətdə qalmışam. Cənab prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Vilayət Eyvazovdan kömək istəyirəm ki, bu insanların qarşısı alırsın. Polislər, prokuror, məhkəmə şikayətimə baxmır. Dəfələrlə müraciət eləmişim, baxmırlar. Axırıncı işimiz oldu İsmayılı rayonun prokurorluğunda. Prokurorun müstəntiqi Orxan gəldi, izahat aldı, şikayətimə baxmadı. Heç nə, ləğv elədilər, getdilər. Buradan da deyirəm, Seymur dedi mənə özü ki, mənim anam dedi, hamısına dedi, agent işləyir, ayda 600 manat alır. Mən özüm namaz qılırdım, namaz əhli idim. Seymur mənim namaz kitablarımı yandırdı, namaz təsbihimi uğradı, apardı. Bütün evimin, qavın, qacağın uğradı, apardı. Heç nə tapmıram əlim almağa. Hətta da üzr istəyirəm, bütün paltarlarımı da uğradı, apardı. Aydındır, təşəkkür edirik. Bu qədər. Biz bir sual sizə vermək istəyirik sonda. Qərənfil xanım, bu müsahibəni verməyə görə sizə kimsə təzyiq, kimsə sizə nəsə deyimib ki, gedin müsahibə verin, necə? Yox, özüm eləmişəm, heç kim mənə deməyib, heç kimin də xəbəri yoxdur, özüm. Aydındır, təşəkkür edirik. Çox sağ olun. Biz də burada müraciət edirik əlaqədar qurumlara. Bəli, İsmayılı rayonunun çox gözəl hüquq mühafizə orqanları var. Operativ fəaliyyət göstərən polisi var, prokurorluğu var. Ola bilsin ki, hansısa bir anlaşılmazlıq olub. Ona görə də hesab edirik ki, inşallah tezliklə hamının problemini həll etdiyi kimi sizin də probleminizi həll edəcək. Və digər məsələlərin də həlli istiqamətində İsmayılı rayon rəhbərliyi, eləcə də müraciət etdiyiniz dövlət qurumları lazımı tövsiyələrini verəcəklər. Növbəti çəkilişlərimizi də biz inşallah sizi ilə birlikdə vəziyyətinizin düzəlməsi ilə bağlı, problemlərinizin həll olunması ilə bağlı həyata keçirəcəyik. Çox sağ olun. Sağ olun, təşəkkür edirik. Allah köməyiniz olsun, çox sağ olun.